Bugünə Azərbaycandakı un istehsalçılarının toptan satış məntəqələrində 50 kiloqramlıq un kisəsinin satış qiyməti 26,6, 28,2 manat, o cümlədən Bakı şəhərində və Abşeron rayonunda 2,4 manat civarında dəyişib. Yeni Sabah az məlumat verir ki, bu haqda Antinisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi xəbər paylaşıb. Ölkə üzrə unun ən aşağı toptan satış qiyməti 26,6 manat olmaqla Şabran rayonunda, ən yüksək toptan satış qiyməti 28,2 manat olmaqla Gəncə şəhərində qeydə alınıb, deyə məlumatda qeyd edilib. Qeyd edək ki, mayın 5-nə Azərbaycandakı un istehsalçılarının toptan satış məntəqələrində 5 kiloqramlıq un kisəsinin satış qiyməti 26,6, 28,2 manat, o cümlədən Bakı şəhərində və Abşeron rayonunda 2,4 manat civarında dəyişib. Ölkə üzrə unun ən aşağı toptan satış qiyməti 26,6 manat olmaqla Şabran rayonunda, ən yüksək toptan satış qiyməti 28,2 manat olmaqla Gəncə şəhərində qeydə alınıb.